Değerli şagirdler, hər birinizi xoş gördük və bugün yenidən sınavların izahı ilə davam edəcəm. Deməli, birinci cümlədə, birinci testdə hər cümləyə uyğun sözü seçmək tələb olunur, yəni doğru sözü. Birinci, I can buy this watch because I have money. Mən bu saatı ala bilirəm çünki pulum var. Sadəcə cümlədə burada elementar səhv gedib. Yəni burada I cannot buy olmalıydı. Mən bu saatı ala bilmirəm çünki söhbət puldan gedirsə pul sayıla bilməyən isimdir və birincidə B olmalıdır. I have little money çünki pulum azdır. Ona görə 1B olan variantımız yalnız A və C variantıdır. İkinci cümlədə isə they were so people that I couldn't find him. Onu tapa bilmirdimsə orada nə qədər adam ola bilər? Əlbəttə ki, çox. Ona görə so many olacaq. Deməli 2-də də A olacaq. Ona görə doğrumuz elə C variantıdır. Üçüncüdə isə I went there. Mən ora getdim, but artıq burada ziddiyyət var. Very man met me. Mənimlə nə qədər adam görüşdü. But-dan əvvəl inkar yoxdur. Burada mütləq ziddiyyət var. Yəni az mənalı bir söz, negativ mənalı bir söz olmalıdır. Ona görə doğrumuz 3-də də B variantıdır. Deməli olacaq 1-də B, 2-də A, 3-də daha doğrusu C variantı. Yəni C variantı qeyd etdiyim kimi doğru variantdır. İndi isə digər testin izahına keçək. İndi ikinci testdə bizdən doğru zaman forması. Birinci zamanları seçərkən uzlaşmalara diqqət edin. Bir cümlədə ki bitmiş ola bilməz, iki gələcək ola bilməz. C variantında have indiki bitmişdi, was keçmişdi, artıq burada uzlaşma pozulmuşdur. Və digər variantlara baxaraq Tom a reporter before he businessman. Yəni Tom biznesmen olmamışdan əvvəl o xəbər aparıcısı idi, yəni xəbərçi idi. Ona görə was olacaq birinci tərəf, biz idi, imiş. Yəni B və E variantına diqqət edin. Before'dan sonra da yenə biz deməli John was reporter before he had become, yəni olmamışdan əvvəl artıq olub bitib. Ondan əvvəl isə bitmiş idi. Yəni bu jurnalist idi. Ona görə 2-də B variantı olacaq. Üçüncüdə isə complex object, mürəkkəb tamamlıq bizdən tələb olunur. Mürəkkəb tamamlıqda 3 qrup feilləri mütləq yadımıza salırıq. Məsələn, let make feilləri özündən sonra B0 feili heç nəsiz, yəni heç bir şəkilçi olmadan alır. C so feili ümumiyyətlə ya 0 ya ing, bu da D-də yanlışdır. Notice saxlayaraq B variantına baxırıq. Want feili to ilə almalıydı, yanlışdır. Yenə C ya 0 ya ing, ona görə doğrumuz C-dir. I notice them paint the picture. Çünki notice feili hissəyəcən bildirən feildir. Özündən sonra ya 0 ya ing, ya B0 ya da ing formalı feil alar. Dördüncü testə diqqət edirik. Mürəkkəb isimlər tələb olunur. Bilirik ki, mürəkkəb isimlərdə şəkilçi yoxdur. Məsələn, dım şəkilçidir, X şəkilçidir, hut şəkilçidir, ment. Doğrumuz B-dir. Mother-in-law, qaynana və apple tree, alma ağacı mürəkkəb sözlərdir. 5 nömrəli testdə isə bizdən how many variants are correct, neçə variant doğrudur. Bunu bilmək üçün nöqtədən sonra to sözünü görürük. Yəni özündən sonra to tələb edən feillərimiz. Deməli, listen to-nu tələb edəcək. Listen to somebody kiməsə qulaq asmaq. Belong to somebody kiməsə aid olmaq. Belong to-nu tələb edir. Believe in tələb edir, yəni o yanlışdır. To be married with tələb edir, yanlışdır. Ona görə to talk to, ona görə 3-dən olan feilimiz doğrudur. 6 nömrəli testdə doğru bizdən cümlələr tələb olunur. Yəni burada artıq agreement mövzusudur, uzlaşma. O zaman nə edirik? Of-dan əvvələ baxırıq cəmisim, amma burada xəbər təkdir. Birlər yanlışdır. İkinci testdə isə in-dən əvvələ baxırıq people cəmdədir, xəbər də cəmdə 2 doğrudur. Üçüncü testdə of-dan əvvələ baxırıq sex cəmdədir, amma burada is xəbər təkdədir. Yanlışdır. Yəni 1-3 variantlardan çıxdıqda cavabımız qalır 2-4 D variantı. Yəni burada uzlaşma doğrudur. 4-də də of-dan əvvələ baxırıq cəm isim, xəbərimiz də cəm kəmiyyət alıb. Ona görə 2-4 doğrudur. 7 nömrəli testə diqqət edirik. 7 nömrəli testdə ilk öncə fəndlərdən biri, ikinci sonda cümlədə ismin işlənməsidir. People isimdir, həm də cəm isimdir. Ənaza özündən sonra cəm isim almaz. Sonda s-lə bitənlər ümumiyyətlə isim almaz özündən sonra. Elə doğrumuz B variantıdır. The produce something or do necessary things for other people. Yəni başqaları üçün vacib olan nələri istehsal edirlər. 8 nömrəli testdə isə doğru modal feil tələb olunur. O zaman diqqət edirik. People smoke when there are children around. Yəni ətrafda uşaq olanda insanlar siqaret çəkməməlidir mənasını verir. O zaman 3 variantımız təsdiq anlamdadır. A və E variantına diqqət etdikdə didn't have verə bilmirik. Çünki burada bizim feilimiz indiki zamandadır. Elə doğrumuz A-dır. People shouldn't smoke when there are children around. Yəni gərək insanlar ətrafda uşaqlar olduqda siqaret çəkməməlidir, çəkməsin. 9 nömrəli testdə diqqət edirik. Birinci növbədə nöqtədən sonra məni görürük və cəm isim görürük eyni zamanda. Birinci tərəfdə isə a lot of ifadəsini görürük. Ümumiyyətlə so, do, very özündən sonra e qəbul etməz. Saç da ümumiyyətlə saç much, saç few və ya da saç mini bu tip kəmiyyətləri almır. Yalnız bir kəmiyyətlə birləşə bilir, saç a lot of. Ona görə A və B variantının birinci hissəsi doğrudur. İkinci tərəfdə isə saç mini deyə ifadə olmadığından so many ifadəsi doğrudur. Ona görə B doğru variantdır. There are such a lot of boys and so many girls in a hall. Yəni zalda çoxlu qızlar və çoxlu sayda oğlanlar var. But it is very silent. Amma çox səssizlik var, yəni sakitlik var. 10 nömrəli testə diqqət edirik. 10 nömrəli testdə they all the food by the time the way out of the forest. Yəni they all the food by the time. Yəni yeri gəlmişkən onlar bütün yeməyi yəni yedilər, eyni zamanda
yolu da meşe yolunu da taptılar. O anlamdadır. O zaman dikkat edirik testlerimizə. By the time burada bizi çaşdırmasın. Biz orada had və 3 verə bilmirik. By the time yeri gəlmişkən ifadəsidir. Yəni o bitmiş zamana belə deyək, işarə verməz. Ona görə ikinci tərəfdə biz sadə keçmiş zaman və keçmiş uzlaşmada yaradanda doğrumuz elə A-dır. Çünki D-də birinci tərəf indiki zaman, ikinci tərəf isə keçmiş zamandadır. Və preposition söz ünlərinin seçimi tələb olunur. Pick these toys and put them back. Yəni oyuncaqları topla və çantanın içinə qoy. Ona görə pick up ifadəsidir. Toplamaq pick up. Ona görə A yanlışdır, E yanlışdır və B, C, D variantları doğrudur. Və çantanın içinə qoy dedikdə bir istiqamət bildirir, yön bildirir. Ona görə doğrumuz elə B variantıdır. 12 nömrəli testdə isə bizdən doğru cümlələr tələb olunur. Və diqqət edirik. Jane has a long hair. Jane'in uzun saçı var. Saç ümumiyyətlə sayılmır. Ona görə artiklın verilə bilməz. Önündə birlər yanlışdır. A, C də yanlışdır. B və Y variantında 2 nömrəli doğrudur. There is a hair on your shirt. Köynəyində tük var və biz bilirik ki, hair tük anlamında sayılır və artikldan rahat şəkildə istifadə oluna bilər. 2-lər doğrudur. 3 və 4-ə diqqət edirik. A iron is a piece of metal. Dəmir metalın bir hissəsidir. Dəmir sayılmır, materialdır. Ona görə artikldan verilməz. 3 yanlışdır. Doğrumuz 2, 4-dür. We bought a steam iron. Biz buxarlı ütü aldıq. Biz bilirik ki, iron 2 mənadadır. Material bildirikdə dəmir kimi sayılmır, ütü mənasında sayılır. Ona görə E doğru.